Və çalışmalıdır ki, namazdan öncə onu namazda güldürəcək şeylərdən uzaq dur. Yəni namazdan öncə gülə ki, ha 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 eləyib, hə Allahu Ekber deyib başladın namaza, hə o ha 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 namazı da işdə girəcək. Namaza başlayan vaxtı birinci o ha ha ha-nı tərk etməlisən. Dəstəmaz almalısan gözəl şəkildə. Çünki sən namaza hazırlaşırsan, sünnələri qılırsan, əzan verirsən, iqamə verirsən, namaza hazırlaşırsan, özünü hazırlayırsan namaza, Rəbbinin huzurunda durmağa hazırlayırsan. Ondan sonra namaza durursan. Belə olduğu halda gülmək gəlməyəcək. Və namazın içində də birdən hansısa namazdan əvvəlki məsələlər yadına düşsə və yaxud hər hansı bir şey yadına düşsə, gülməmək üçün və yaxud fikrin yayınmamaq üçün hədisdə gəldiyi kimi Əuzu billahi mineşşeytanirracim deyib 3 dəfə sol çiynə eləyirsən. Yəni türcək çıxarmayaraq tüpürürsən 3 dəfə. Belə olduğu halda şeytan səndən uzaqlaşar və fikirlər də uzaqlaşar. Eləcə də sənə gülüş və sair gəlməz, o pis fikirlər də gəlməz. Ən əsası Rəbbinin huzurunda olduğunu unutma. Çalış ki, sünnədə gəldiyi kimi namazlarını qılasan. Allah daha doğrusunu bilir.